yayılan duyğular nədir? O mənə öyrətdi, intizar nədir? Mən bu ayrılığın başına dönüm. Ayrılıq qoynunda qəmi tapmışam, imanı tapmışam, dini tapmışam. Sənsizlik içində səni tapmışam. Mən bu ayrılığın başına dönüm. Axan göz yaşını möhnətlə sildik. Ayrılıq yaşayıb kamala gəldik. Məhəbbət neymiş qədrini bildik. Mən bu ayrılığın başına dönüm. Bu qədər sınaqlar bizə bəs imiş. Ayrılıq bir aləm özgə hissimiş. Sən demə ayrılıq həyat dərsiymiş. Mən bu ayrılığın başına dönüm. Bu həsrətin qəm gətirdi gözümə. Hacı Loğman, bu həsrətin qəm gətirdi gözümə. Sənsiz talih gülərdimi üzümə? Əbədi qaytardı səni özümə. Mən bu ayrılığın başına dönüm. Elə mən də bu ayrılığın başına dönüm. Eşq olsun. Burada bir şey var, onu da demək istəyirəm. Buyur de. Məni çox, varlığıma çox toxunduğu üçün. Arzuya məqsədə çatmaq çətindir. Yaxşı əslin, kökün, zatın olmasa. Başın qeyl-u qaldan, dərddən açılmaz. Sözünə qoyduğun həddin olmasa. Dəhşət bir şeydir. Cahil qarşısında aqil dinərmi? Günəşi buludlar örtsə sönərmi? Qonşunun oduyla can isinərmi? Ocaqda öz gözün odun olmasa. Adamı doğmalar çəkməsə başa, düşmənə fürsətdir, basacaq daşa. Loğman, nə mənası, lap 100 il yaşa, imzalar içində adın olmasın.
dağa. Yaxşı yaman bilən gündən elin səsi səsim olub. Biri haqsız döyüləndə qəlbim əsim olub. Ocaqda qar gəzməmişəm, söyüddə bar gəzməmişəm. Ey, mən çoxlu var gəzməmişəm, bircə tikə bəsim olub. Dübara. Ömrümüzün cavan çağı tapdanmasın ömür tağı. Müzəffər abi, mərdin qəfil yıxılmağı vayim olub, yasım olub. Misil ələ qatmamışam, kölgələrdə yatmamışam, dostu tamam atmamışam, ancaq umuküsüm olub. Belən ay dodaqlarda ne? Belən o hayatlar Sücayeten ay deydi çok. Sücayeten ay deydi çok. Layla layla canım kurban canım kur. Canım kurban canım kur. Zakir müəllim mənim küstüm ay bizim oğlum. Dodaqlardan atılan ox Hacı Loğman hanı? Sücayətə dəyibdi çox. O dağlarda duman çən yox, mənim tüstüm isim olur. Əsir vətən, axır qaldın yadamı. Görən dağlar saxlayır mı sədamı, Müzəffər əmi? Görmüşük ki, dərd ağladar adamı. Dərdə bax ki, mənim dərdim ağlayır, fəlsəfiyə bax. Çəmən gedir, çiçək gedir, gül gedir. Oba gedir, mahal gedir, el gedir. Qardaş, qulaq asın. Bu tərəfdə gözlərimdən sel gedir, o tərəfdə yuvam yurdum ağlayır. Sücayət, Sücayət, ürəyim bir qırılan sim. Nələr çəkdiyimi kim anlayar, kim? Böyük bəy, nəfəsim təntidir, dözə bilmədim, yatdım yuxuda da, gördüm, ağlayır. Gün o gün olsun, yenə də deyirəm, Loğman, Hacı Loğmanın, qardaşımın və hər üç burada yazarlarımızın, buradakı bugünkü günün səbəbkarlarının belə şənliklərin, kitab təqdimatların, yubileylərin əsr torpaqlarımızda keçidir. Eşq olsun, sağ olun sizlərə, sağ olun. Var o, öpürəm, çox sağ olun. Şərəfət xanım, buyur. Çox sağ olun, çox sağ olun, minnətdaram. İndi mən Ülkər xanımla burada bizim değişməmiz üçün bir variant var, onu deyəcəm o şeiri. Xahiş edirəm Ülkər xanımın Nərmin, gətirin bura. O da sən. O şeiri çoxdan yazıb, mən də ona cavab yazmışam.
Mahnı bəstələnir, buna Tahir Əkbər bunu sizə işləyir, onu sizə çatdıracaq. Eşidəndə bilin ki, müəllifləri bizik. Çünki bunu çox vaxt demirlər. Görürsünüz, Şərəfət Dağıstanlının şeirini 50 ildə oxuyurlar başqasının adından. Ülker xanım, o da sən, yadında da bu şeirdə. Hə, buyurun. Mikrofon o birisi. O biri mikrofon. Buyur. Bir dənə segah elə yavaşca pəstən elə. Bilirsən nə söyləyir ürəyim? Mənə məhrəm bir xəyal var. O da sən. Xoşbəxt olar bu sevgidən taleyim. Mənim üçün bir vüsal var. O da sən. Mən bilirəm nə söyləyir ürəyim. Canda gizli bir həsrət var, o da sən. Elə tənha, elə yalqız olmuşam, taleyimdə bir qürbət var, o da sən. Hücum çəkir yenə eşqin dalğası, qulağımda sözlərinin sırğası, qurtarmır ki məhəbbətin qovğası, könlümdə bir qalmaqal var, o da sən. Qismətinə əzab yazır gecələr. Öz yolunu xəyal azır gecələr. Qapı-qapı düşüb gəzir gecələr. Axtardığı səadət var, o da sən. Qızıl güləm, yollarında bitərəm. Bülbül kimi nalə çəkib ötərəm. Tut əlimdən, hara desən gedərəm. Səadətə bircə yol var, o da sən. Çəmən sən ol, çiçəyi qədərim mən. İstə məndən, ürəyimi verim mən, sarayını öz eşqimlə hörüm mən. Sevgi adlı hekayət var, o da sən. Nə düşürsə, düşür bəxtə tərsindən. Atəş sənsiz, yaralıdır köksündən. Başım çıxmır, mənim həyat dərsindən. Cavabı yox, bir sual var, o da sən. Loğman özgə gül cəmalı istəməz. Sənsiz olan yad vüsalı istəməz. Var dövlati, cah-cəlalı istəməz. Onun üçün bir sərvət var, o da sən, o da sən. Sonra Ülkə xanımı gətiri də deyək, buyur ondan otaqmız. Sevənin sevənə nə olar payı? Sən mənə gələndə məhəbbət gətir. Gətirə bilməzsən günəşi, ayı, eşqini könlümə əmanət gətir. Dözərsə ürəyin apar sevgilim. Könüldə çırpınan məhəbbətəm mən. Günəş də məndədir, ay da məndədir. Eşqin gül bağında tərabətəm mən. Yaradaq ən böyük duyğu dövləti, dağıda bilməsin hicran sərhəddi. Poladdan namusu, tunçdan qeyrəti, sınmayan düzülqar sədaqət gətir. Suni çiçəklərdə gül ətri olmaz. Duyğusuzsa könül eşq ilə dolmaz. Bülbül vəfasızdır, payıza qalmaz. Sınmayan düzülqar sədaqətəm mən. İçimi göynədən həsrətdən bulam. Artırma dərdimi, mən dərddən bulam. Az eylə zülmünü, zillətdən bulam. Sən mənim dünyama səadət gətir. Dərdini versən də dərdə dərmanam. Sağalmaz yaranı göstər, Loğmanam. Bu eşqin yolunda özüm qurbanam. Vüsala qovuşan səadətəm mən. Yad olub dəyişən üzü neynirəm. Bir qucaq təsəlli sözü neynirəm. Bir qucaq təsəlli sözü neynirəm. İsidə bilmirsə közü neynirəm. Üşüyən qəlbimə hərarət gətir. Qış olan ömründən yaza dönərəm. Ayılman ruhumu titrədən saza dönərəm. O tutub alışan közə dönərəm. Gəl isit qəlbinin hərarətəm mən. Ateşin qədrini bir gün biləndə, nə vaxtsa yanına sevib gələndə, payını ayırıb sovqat böləndə, sən Allah biraz da mərhəmət gətir, biraz da mərhəmət gətir. Sevgi bulağından içməsə ürək, gül açarım onda hər arzu dilək. Loğman sevənlərdə səxavət gərək. Ay Təmrixə müəllim deyir, götür ürəyimi, mərhəmətəm mən, səxavət.
hörmətimlə. Çox minnətdarım Ülker xanım, çox sağ olun, çox sağ olun. Mən hamınızı alqışlayıram yenə. Yenə çoxdur burada şeirlərimiz. İstəyərsiniz də yenə deyəcəyik inşallah. Bəlkə o gətirgəli də deyək. Onu da deyək. Çünki bu mahnılara, bunlar gözəl mahnılar, bəstləri inşallah eşidəcəksiniz yaxınlardan. Buyur. Sevən könlüm sevgi üçün dilənmir. Dərd böyüyüb qucağımda bələnmir. Daha arzum ruzi kimi ələmmir. Ruzi verən ələyimi gətir gəl. Aşıq bilər, sevda nədir, yar nədir? Bağban bilər, heyva nədir, nar nədir? Yayda könlüm qar istəsə qar nədir? Ay Seyiti, ruzi verən ələyini gətirdim. Ulduz mənəm, ayım səndə qalıbdı. Üşüyürəm, yayım səndə qalıbdı. Xonçalarda payım səndə qalıbdı. Bayram günü çiçəyimi gətir gəl. Göz baxışdan, qulaq gözdən kamaldı. Ürək sevdi, dodaq uzdan kamaldı. Səyyah könlüm dağdan, düzdən kamaldı. Dərdim, sevgi çiçəyini gətirdim. Bilirsənmi nədir eşqin mənası? Toy eləyir çoxlarının anası. Hanı mənim əllərimin xınası? Çatışmayan gərəyimi gətir gəl. Yar deyirsən, şəkər qatıq dilinən. Hənə yaxın, titrək, zərif əlinən. Çiçək düzüm, həsrət çəkən telin. İtmiş arzu biləyini gətirdim. Can deyirəm, bəxtim mənə can demir. Bir loğman var, dərdimə dərman demir. Ac qalanda duyğu da imkan demir. Sən duzumu, çörəyimi gətir gəl. Can söylədim, mən də sənə can dedim. Loğman olub, dərdinə dərman dedim. Mümkünsüzə tapıldı imkan dedim. Çatışmayan gərəyini gətirdim. Öz eşqini bir vaxt məndə tapardın. Ruhu candan, canı ruhdan qopardın. Hər şeyimi yığıb bir-bir atardın. Səndə qalan ürəyimi gətir gəl. Aşıb daşdın, eşqim coşqun sel kimi. Mənsəb tapdı səndə dəniz, göl kimi. Ətir saçdıq, təzə açan gül kimi. Səni sevən ürəyini gətirdim. Səni sevən ürəyini gətirdim. Minnətdaram, çox Qoy sağ olun. bütün sevənlər öz sevdiklərinə ürəyini gətirsin. Amin inşallah, amin inşallah, amin inşallah. Duyğulandısa, təsirlənsə çox şadıq inşallah ki, Ülker xanım əyləşin, çox sağ olun. Mən sözü verəcəm, bizim burada Saatlıdan, burada 250 kilometr yol basa-basa gəlib, Hacı Əhlimana söz verəcəm, alqışlayaq Hacı Əhlimanı. Mən gələcəm Hacı sənin yanına, Hacının yanına gələcəm inşallah. Bir ürək duasını desin, sonra keçəcək bu bir stollara. Akşamınız xeyir olsun. Mən Hacı Loğman qardaşıma uzun ömür, can sağlığı. Bu yolda müvəqqətlər arzulayıram. Allah bu kələm sənə xeyir versin, belə kitabların sayı çox olsun. Allah sənə can sağlığı, uzun ömür, ailə saadəti, xoşbəxtli qismət. Sağ ol, var ol. Bir hacını alqışlayaq, bir hacını alqışlayaq. Sizi bu saat məhəbbət aləminin özgə bir aləminə aparacağam. Orada görəcəyəm, bu saat sonra Niftali müəllimə də söz verəcəm, bizim daimiz oğludur. Çox mükəmməl qələm, bir neçə kitab, Fikrət müəllimin çox böyük kitablar yazıb ərsəyə gətiriblər. Mən o barədə danışacağım inşallah, ancaq bu şeiri deyəndən sonra istifatı verəcəm o yoldaşlara. Çox ki. Unudulmuş arzular. Xahiş edirəm bu şeirə dinləyin, qulaq asın. Yəni çox şey başa düşəcəksiniz inşallah. Oxumaq istədim, bilmirəm nədən. Köhnə bir kitabı götürdüm rəfdən. Yəni burada bütün hər kəs özünü tapacaq bu şeirin içərisində. Oxumaq istədim, bilmirəm nədən. Köhnə bir kitabı götürdüm rəfdən. Açdım 8-ci səhifəni. Sataşdı gözümə əllə yazılmış, rəngli qələmlərlə güllə yazılmış bir neçə kəlmə söz. Ad günün mübarək,
8 aprel 1979 sevirəm səni. Mənim ad günümdə vermişdi bunu. Onda dəli kimi sevirdim onu. Qurumuş bir çiçək düşdü içindən, nə vaxtı kitabın içində qalmış, yatmış arzu dilək düşdü içindən. Sən demə itməmiş, yatıb arzular, ayrılıq dərdinə dözə bilməyib, yuxuyla başını qatıb arzular. Mən açdım kitabı, arzum oyandı, geriyə dönərək zaman dayandı. Qoşa oturmuşduq biz bir partadan. Müəllim durmuşdu bizdən arxadan. Mən sənə boylandım, sən baxdın mənə, bir kitab götürüb uzatdın mənə. Həmin kitab idi içində çiçək. Çiçək özü ilə təzə, ətirli gətirib gəlmişdi min arzu dilək. Sıra nömrəm 8, səhifə 8. Sən birinci idin bir ürəyimdən. Bilməzdim itərsən günün birində. İndi həmin çiçək düşmüş deyirəm. Çiçəyə qərq olmuş sevgi ilə dolu verdiyin o ürək düşmüş deyirəm. Sən demə o arzu hələ ölməyib. Demə büyhuş olub bu sevgidən hələ də özünə gələ bilməyib. Pas atıb qəlbimdə qalmış arzular, kövrəlib gözləri dolmuş arzular. Əyilib götürmək istədim yerdən. Əlim çata-çatda büdrədim birdən. Oqtay Rızanı xalq şairimiz alqışlayaq, böyük şairimiz Salyandan gəlib. Salyandan böyük tədbirdən bu ışığa gəlib, mən onu alqışlayıram. Kövrəlib gözləri dolmuş arzular, əyilib götürmək istədim yerdən. Əlim çata-çatda büdrədim birdən. Əlimdə saralıb solmuş arzular, yatıb kitablarda qalmış arzular. Əlimdə əvulub töküldü yerə, əllərim titrədi, dizlərim əsdi, ürəyim sökülüb töküldü yerə. Ah gör necə dəhşət, gör nələr oldu. Can verib sonunda yatmış arzular, qayğılar başını qatmış arzular, sədaqət andına sadiq qalaraq mənim əllərimin içində öldü. Daşıdım qəlbimdə illər uzunun, görmədim bir dəfə gülən üzünün, əlimdə ruhunu tapşırdı mənə, yumdu əbədilik, yumdu gözünün. Süpürüb atmağa əlim gəlmədi, acı göz yaşları elə boğdu ki, bizə söz deməyə dilim gəlmədi. Yanıb, yanıb, yanıb sönmüş arzular, əl çatmaz vüsala dönmüş arzular. Nə yaxşı son dəfə gördüm üzünü, gözümün yaşı ilə yuyub pak edib, güldanın dibinə tökdüm tozunu. Əlimdə saralı solmuş arzular, hələ mən sağkən ölmüş arzular. Düşündüm bəlkə də gülə dönəcək, o çiçək donunda, o gül donunda kiminsə qəlbində yenə bitəcək. Kitab arasında qalmış arzular, vüsal həsrəti ilə, yar arzusuyla, şirin bir yuxuya dalmış arzular, mənim ənillimdən alan arzular, arzu tək gözümdə qalan arzular, məni gürzə kimi çalan arzular. Sübhədək yuxumu ərşə çəkdiniz, bana vəd verdiniz yalan arzular. Mənim gəncliyimi, mənim ömrümü bəs niyə etdiniz talan arzular, talan arzular. Öpürəm sizi. Məclisin bu qədəmdə çox böyük bir ürəyi, Azərbaycan müəllimlərin üstünün böyük alimi Oqtay Rızanı bura dəvət edirəm. O, Oqtay müəllim, xahiş edirəm. Həli. Birazdan onda mən bura dəvət eləyəcəm bizim Sarı Süleyman əmoğlunu. Sarı Süleyman Ağsaqqalımız əmoğludur. Mən ona görə ərklə çətim onları biraz gec, ancaq burada hamısı qardaşlardır, dostlardır. Sözsüz ki, söz verəcəm. İskəndər müəllim də məxsus bir çıxış eləyəcək. Yox, o bizim dayımızdır. Dayı bacıoğlunun əziyyətini axıra qədər çəkir. Ay, onun ixtiyarı buradan yoxdur getmək. O axıra qədər buradadır. O sənlə mənim dayımdır. Gəlməlinin bütün çirtimləri bizim dayımızdır. Daha o yan bu yanı yoxdur. Sarı əmoğluya söz verəcəm. Görə minnətdaram sizə, çox sağ olun. Fikrət müəllim, sağ ol, məclisimizi yaxşı apardığınıza görə sizə də minnətdaram. Hacı Loğman, kitabınızın təqdimatı münasibəti ilə mən bir ata kimi sizin hər ikinizi bağırma basıram və təbrik eləyirəm. Allahdan arzu eləyirəm ki, sağ-salamat olasanız, həmişə yaza yaradasanız. Həm ülkəni ateşə,
hem Hacı Loğman'a. Sağ olun. Ben özüm bir şiir yazmışam. Ama ben şiir yazmıram. Ben özüm bilirsen savadım yok. Sıfırdır. Ona göre bugün cavanlardan öteri bir şiir yazmışam. O şiiri demeliyim. Onlar da onu değil. Evlenende ey süt emmiş al. Oğul evlenende ey süt emmiş al. Sormasın kanını zel olmasın. Akşam seher kaldırmasın kalmağa. Divane olmasın, del olmasın. Elesini tav ki kentdə şehirde. Uyumasın şehbete sığışsın erde. Çürütmesin seni məhkəmələrdə. Tutmacalı demdəkəli olmasın. Ala bula geyinməsin bayağı. Pul baxmasın, sürüşməsin ayağı. Çok bir sınavı var. Ala bula geyinməsin bayağı. Pul baxmasın, sürüşməsin ayağı. Köbəyi açmasın meymun sayağı. El içində çox gülməli olmasın. Buyuranda məhəl qalsın, məhəl qoysun sözümə. Sözlərimi qaytarmasın özümə. Dəvə kimi tüpürməsin üzümə. Atana söyməyə dili olmasın. Cəmləsən beynində əqli kamalı. Sarının sözündən olarsan halı. İfritə fikirli, şeytan sövdalı 40-50 dilli 40 məməli olmasın. Acan acan. Eşidənləri sağ olsun, xanımlar məni bağışlasın. Mən bu şeiri cavanlardan ötəri yazmışam və o cümlədən oğluma yazmışam ki, oğlum, bax bu şeiri oxu, beləncə işləri tutandan alma. Sağ olun, var olun. Çok sağ ol Hamınıza Sarı müəllim, minnətdaram. çok sağ ol, çok sağ ol. Hamınızı sevirəm, xoş. Ben yine sözü saza vereceğim. Əməoğlu çok sağ ol. Sarı çok mükemmel kalemi var. Yani bu Miskin Andal'ın törəməsi elə belə törəmə deyil. Burada bizim bir balaca şairimiz de var. 11 yaşı var. Çok möhtəşəm yazır. Əməoğlu oldu. Sarı əyləş qadın alıb. İnşallah Sarı'nın da kitabını bırakacaq yaxınlardan. Və mən burada iki qüdrəti sizə təqdim edəcəm. Təbriz Gədəbəylidir, bu qardaşım da Təbrizdir. Siz inanın bunların səsində o qədər oxşarıq uyğunluq var ki, özü də zildən ahəng. Bir onların baş sarteldə ay hacı bir sehrinə düşək inşallah. Alqışlayaq bir rəhlə aşıqlarımızı bir döşəsində görək. Ya Allah. Mən də öz növbəmdə təbrik edirəm Hacı Loğmanı. Bu yaxınlarda Pərvanə Zəngəzurlunun yubileyində elə belə Təbriz, bir dəqiqə çox üzr istəyirəm. Burada Zakir Ağdamlı çox mötəbər bir qardaşımdır, bir də Kərəm qardaşım. Mən onları, bir də Hacı Mütəllim orada yolda bunları saxlayıram. Çünki ərkim çatan qardaşlardır. Onların çox gözəl sözləri var və Kərəm də hələ əhlidir. Onun da bir gözəl saz, ifa, bir düşüncə var ki, gəlir. Ona görə də xahiş edirəm, siz diqqət mərkəzindəsiniz, fikirləşməyin başqa şey. Təbrizə də indi girəsiniz də Təbrizində Koroğlu oğlandır. orada Ədalət Dəyəli Dağlı bir baş sartel çaldı sazda. Mən elə belə mızıltı ilə bir dənə sartel oxudum. O da çox yox, bir kuplet oxudum. Sabaha bir də gördüm
Sabahı bir de gördüm Hazır Loğman Mazen gelip deyir ki sen sana bir şiir yazmışam. Gör hoşuna gelse verim sağ oku. Dedim memnuniyetle. Şiiri ben okuyacağım indi. Çengiz kardeşimizle bu bir carayla okuyacak. Ben de o